Hər vaxtınız xeyir əziz izləyicilər. Yeni bir mənzilimiz satışa çıxdı. Əhmədlidə Ukrayna idarəsində Heydər Parkın üstündə. 9 mərtəbəli binanın 2-ci mərtəbəsindədir. 2 otaqdan 3 otağa düzəlmədir. Hal-hazırda mənzilin geniş olan qonaq otağındayıq. Təmirdən sonra yaşayış olmayıb. Otaqların döşəməsi laminat, istilik sistemi, kombi sistemidir. Mənzilin birinci yataq otağı, yataq otağının ölçüsü də genişdir. Qarşısında açıq eyvanı var. Kombi aparatı eyvanda quraşdırılıb. Baxışı park istiqamətindədir. Mənzilin giriş qapısının sağ tərəfində sanitar qovşaqlar yerləşir. Ayrı-ayrıdır. Bura sanitar qovşaq və hamam hissəsi. Bütün aksesuarları yığılıb. Və mənzilin ikinci yataq otağı ölçüsü normaldır. Rahatçılıqla mebelləri yerləşdirə bilərsiniz. Pərdələr açılıb, radiatorlar quraşdırılıb, kombi aparatı quraşdırılıb, hazır vəziyyətdədir. Mənzildə 2 otaqdan 3 otağa düzəlmə olduğu üçün mətbəx eyvana keçirilib. Bura mənzilin mətbəxi. Ölçüsü normaldır, mebel də tam yığılıb, aksesuarlar quraşdırılıb, hazır vəziyyətdədir. Əziz izləyicilərimiz, gördüyünüz bu mənzil 2 ev layihəli binada yerləşir, 9 mərtəbənin 2-ci mərtəbəsindədir, 3 mənzildir, qaz, su, işıq daimidir, təmirdən sonra da yaşayış olunur. Sənəd, çıxarış, qiymət 175 min manat, dövlət ipotekasına da tam yararlıdır. Kimə maraqlı olsa buyurub zəng edə bilər, sağ olun.